olsun inşallah. Bugün sizə belə deyim, çox insan deyir, mənim depozitim yoxdur, nə bilim, pulum yoxdur, pul yatırım, oyun oynayıyorum, nə bilim, trade eləmək üçün imkanım yoxdur. Yəni bu dünya belə zamanı get-gedə müasir olduğuna görə artıq sizə müəyyən təkliflər, müəyyən bir şanslar tanıdılar ki, demək olar ki, şirkətlər. Bunlardan biri də Binomo proqramıdır. Belə deyim, Binomo proqramında müəyyən bir hissə var ki, sahə var, onu birazdan sizə göstərəcəm. Orada sizə belə deyim, sizə məsəl üçün müəyyən bir depozit verir. Həmin depozitlə oynayırsınız. Əgər müəyyən ilk 60-lığa falan düşəndə də müəyyən pul qazana bilirsiniz. İlk olaraq Binomo proqramına necə giriş edirlər, onu yükləyə də bilərsiniz, amma mən sizə giriş falan göstərməliyəm, ən yaxşısı. Burada Binomo yazırsınız. Sonra Binomo TM var. Fərq yoxdur. Əgər məsəl üçün deyək ki, emaliniz yoxdur. Yəni buradan qeydiyyatdan keçməmisiniz. Bura emalinizi, bura kodunuzu, emal yəni ki, həmin emayla trade eləməyə başlayanda həmin emayla kod falan göndərilir təsdiqləmək üçün. Ona görə emaliniz işləyə vəziyyətdə olmalıdır mütləq. Promo kodu boş buraxırsınız, bunu qəbul edirsiniz, ondan sonra keçirsiniz növbəti addıma. Görün bu emalin kodu yox, bunda yoxdur. Digər emal yoxlayaq o zaman. Bu emaliymiş. Demək necədir? Qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra sizin qarşınıza belə bir sahə çıxır. Yəni kompüterdə sizə telefon əgər maraqlı olsa deyə bilərsiniz. Telefonla da video ataram, problem yoxdur. Burada trading eləmək istəyirsinizsə, məsəl üçün hansı sahələrdə Meta 4 Forex-ində, nə bilim Meta 5, Demo Real, elə şeylər var. Bu yəqin ki, pulunuz depozitsiz belə deyim olmadığı üçün siz bu sahəyə maraqlanırsınız ki, nə bilim necədir, nə cürdür. Burada sizə pulsuz, yəni pulsuz siqnallardır. Məsəl üçün burada nə deyir? American Express-i, nə bilim siqnallar verir burada. Yəni çox da şey eləmirəm, sadəcə izah edirəm. Telefonda daha rahatdır. Kompüterdə izah edirəm ki, başa düşəsiniz. Al, saat 5 saniyəlikdə işləməyiniz daha məqsədə uyğundur. Burada EMA və RC-dən istifadə eləməyiniz daha mütləqdir. Çünki bu xətt, belə deyim, şam, 5 saniyəlik şamlar deyək, xəttlər deyək, çizgilər deyək, EMA-nı yuxarıdan aşağı artıq keçməyə başlayanda düşür. Yəni məsələn burada 5 saniyəlik düşüş açmışdırsa, burada qazancınız olur, nə bilim burada açmışsa burada qazancınız olur. Burada ən əsası, mən sizə bu videonu çəkməyə əsas məqsədim, burada belə bir hissə var. Baxın. Tournaments. Burada daxil olursunuz. Burada sizə artıq şeylər verir. Məsəl üçün baxın. Burada məsəl üçün 13 saatdan sonra bu açılacaq. Düzdürmü? Sonra 7 saatdan sonra bu belə deyim, daxil olursunuz. Yəni oyundur da, turnuvadır. Daxil olursunuz. Yerlər tutandan sonra sizə müəyyən məbləğdə pul mükafatları verilir. Onunla da siz burada trade edə bilərsiniz. Məsəl üçün bunun hər hansı birinə daxil olaq. Məsəl üçün mən düzdür qeydiyyatdan falan keçməmişəm deyə. Yəni qeydiyyatdan keçməyəm, telefonda qeydiyyatdan keçmişəm. Məsəl üçün deyir qazancınız 500 manatdır. Bunun pulu ilə 100 tın nəsə verilir. Əgər bu pul
qutarandan sonra, buradakı bu qutarandan sonra təzədən bu pulu almaq üçün 2 manat ödəniş eləyib təzədən başlaya bilər. Amma pulsuzdur bu. Yəni buna pul falan ödəmirsiniz. Hal-hazırda 767 nəfər də daxil olub. Artıq burada siz emailinizi təsdiqləyirsiniz, nə bilim nömrənizi təsdiqləyirsiniz. Elə ardıcıllıqlar var. Yenə deyirəm, bu videonu çəkməyin əsas məqsədim yəni pulsuz, yəni pul yatırmadan broker falan heç biri olmadan, yəni pulunuz yoxdur, əlinizdə büdcəniz yoxdur, işləmirsiniz, eləmirsiniz. Oturursunuz, YouTube-lardan baxırsınız, öyrənirsiniz, elə bir şeylər edirsiniz. Gələsiz burada qoşulursunuz hər hansısa bir turnuvaya, yer tutursa, 1-dən 60-a kimi yerlər olur. Yer tutursa sizə müəyyən məbləğdə bir pul verirlər. Əsas məsələlərdən biri də telefonda, yəni oynasaz, telefonda daha çox, yəni rahatdır, anlayışlıdır. Burada biraz qarma-qarışıqdır, amma telefonda daha rahatdır. Diqqətinizə görə çox sağ olun, gecəniz xeyrə, gününüz xeyirli və uğurlu olsun. Videonu bəyənib like atmağı unutmayın. Abunə olsanız çox sevinərəm.